Əgər hər hansı bir hədis səhih dəlil gələrsə, gözün başım üstə deyib, dərhal o hədisin qabağına söz qoymalıdır. Necə ki, Allah subhanahu wa ta'ala bu ki, "Lə tuqaddimu beynə yedeyləhi və rasulihi." Allaha və Rasulunun önünə söz qoyman. Yəni artıq Qurandan və sünnədən dəlil gələrsə, insan onu birbaşa qəbul etməlidir. Sonra isə deməli, əziz qardaşlar, növbəti qayda isə deməli, əhlüsünnə vəl cəmaə, sələf-i salih, onlar lə yəstəqillunə bi fəhmil Qur'ani anüs-sünnə. Deməli, onlar Qur'anı sünnə ilə başa düşməyə çalışarlar. Tək Qur'ancılar olmazlar. Necə ki, Allah subhanahu wa ta'ala bu ki, "Eyyuhəl-ləzīnə əmənu." Ey iman gətirənlər, ati'ullaha və ati'ur-rasul, ulil əmri minkum. Allaha və onun elçisinə və içərinizdən seçilmiş rəhbərlərə itaət edin. فَاِنْ تَنَزَعْتُمْ فِي شَيْءٍ فَرُدُّهُ إِلَى اللّٰهِ وَالرَّسُولِ. Əgər bir şey barəsində mübahisə etsəniz, onu Allaha və elçisinə qaytarın. Yəni, kitab və sünnəyə qaytarın. Başqa bir ayət-i kərimədə Uca Allah subhanahu wa ta'ala buyurur ki, فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ عَمْرِهِ. Deməli, sünnəyə müxalif olanlar özlərini həzər etsinlər. أَنْ تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ əlim. Onların başına fitnə gələcəyindən və həmçində onların başına şiddətli əzab gələcəyindən özlərini qorusunlar. Və həmçinin də sünnədən dəlillərə gəldikdə isə, yəni sünnə, Peyğəmbər s.ə.v hədisləri Qur'anın açıqlamasıdır. Bunu dəlil Peyğəmbər s.ə.v bu ki, "Ələ inni utitul Qur'an və misləhu mə'h." Bilin və agah olun ki, mənə Qur'an və onunla birlikdə ona bənzəri verilmişdir. Yəni sünnə mənə verilmişdir, hədislər mənə verilib. Başqa bir hədisdə sahabələr deyir ki, bir gün Allah Resulü sallallahu əleyhi və səlləm bizlərə moizə etdi. Həqiqətən də o moizədən qəlblər titrədi, gözlər yaşardı və sahabə deyir ki, dedim ki, ey Allahın Resulü, bu moizə sanki vida edənin moizəsinə bənzəyir. Bizlərə tövsiyə elə. Allah Resulü sallallahu əleyhi və səlləm onlara tövsiyə edir ki, sizlərə tövsiyə edirəm ki, Allahdan qorxun, eşidin və itaət edin. Hətta üzərinizə Həbəşi qul seçilsə də belə. Həqiqətən sizlərdən yaşayanlar, məndən sonra yaşayanlar çoxlu ixtilaflar görəcəklər. Bu ixtilaflar zamanı sizlərə vacib olan mənim sünnətim və doğru yolda olan raşidi xəlifələrin sünnətidir. Və o sünnədən azı dişlərinizlə yapışın. Və iyyəkum muhdəsətul umur. Dinə gətirilmiş yeniliklərdən çəkinin. Həqiqətən də dinə gətirilmiş hər bir yenilik bidətdir. Hər bir yenilik, hər bir bidət zəlalətdir. Deməli, əziz qardaşlar, bu dəlillər hamısı bizə onu sübut edir ki, həqiqətən də deməli, sünnə Qur'anın bir açıqlamasıdır. Və ona görə də insan hədisləri qəbul etməlidir. Necə ki, Qur'anı qəbul etdiyi kimi, ayələri qəbul etdiyi kimi, sünnəni də qəbul etməlidir. Sünnə Qur'andan sonra ikinci dərəcəli bir elmdir. Birinci Qur'an, sonrası ondan sonra gəlir sünnə. Çünki, əziz qardaşlar, Qur'anın açıqlamasını, bəyanını Uca Allah subhanahu wa ta'ala Peyğəmbər sallallahu aleyhi ve sellemə buyurub. Necə ki, buna dəlil, Uca Allah subhanahu wa ta'ala buyurub, "Ənzəlnə iləykə zikr." Biz sənə Qur'anı nazil etdik. لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ. İnsanlara, yəni onlara nazil olanı izah edəsən deyənə. Yəni Qur'an-ı Kərimdən onlara ayələr nazil olurdu və Muhammed sallallahu əleyhi və səlləm nazil olan ayələri insanlara neyinirdi? Bəyan edirdi, izah edirdi. Sonra Allah subhanahu wa ta'ala buyurur ki, bəlkə onlar fikirləşələr. Deməli, sünnə Qur'anın nədir? Açıqlamasıdır. Hədislər Qur'anın açıqlamasıdır və buna dəlillərdən Uca Allah subhanahu wa ta'ala bizə namazı əmr edib qılmaq və namazları qorumaq, namazları davamiyyətli olmaq və həmçinin də yəni Uca Allah subhanahu wa ta'ala bu ki, həqiqətən namaz insanları çirkin və murdar işlərdən qoruyur. Bu Qur'an-ı Kərimdə keçən vəsiflərdir, amma namazın fəzilətidir. Amma namazın rəkatlarına gəlincə isə və yaxud da rükuda, səzdədə, bu kimi təfsilatlara gəlincə isə təbii ki, bunlar Qur'an-ı Kərimdə yox, Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədislərindədir. Və buna da dəlil, Peyğəmbər sallallahu əleyhi və səlləm "Yusallu kəmə rəaytumuni usalli." Yəni necə mənim namaz qıldığımı görürsünüz, elə də namaz qılın.
Yəni Peyğəmbər sallallahu necə namaz qılıbsa, biz də elə namaz qılırıq. Deməli, əziz qardaşlar, Əhlüsünnənin, sələfin etiqadı odur ki, Səhih-sünnə hədislər Qur'an-ı Kərimdə gələn ayələri açıqlayır. Qur'an-ı Kərim birinci dərəcədir, ikinci dərəcə isə nədir? Sonra isə sünnə, sonra isə icma, sonra isə qiyas, sonra isə yerdə qalan, yəni üsul kitablarında keçən üsullar. Lakin bəzi tayfalar var ki, yəni bəzi azğın tayfalar var ki, onlar sünnədən dəlil gətirmirlər. Buna da misal xavaricilər və xavaricilərin yolu üzərində gedənlər. Onlar yəni sünnəni inkar edib, Quranla kifayətlənməyə başladılar. Necə ki, buna dəlillərdən Əli radiyallahu anh gələndə deyirdilər ki, Allahdan başqa hökm verən yoxdur. Yəni onlar hədisləri qəbul etmirdilər. Və həmçinin zamanımızda yəni Qur'anilər, yəni onlar elə düşünürlər ki, artıq Qur'an hər bir şeyə kifayətdir. Lakin onlar bu sözlərini əlbəttə ki, yəni iftiraya varıblar. Çünki dedi ki, sünnə nədir? Qur'an-ı Kərimin açıqlamasıdır. Və buna da dəlil. وَمَا أَتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا. Peyğəmbər sizə nəyi bildirirsə, nəyi əmr edirsə onu götürün. Sizin nəydən çəkindirirsə ondan da çəkinin. Nəyi sizə qadağan edirsə ondan çəkinin. Aydındır? Deməli, Əhlüsünnə deməli dedi ki, Qur'an-ı Kərim qəbuludur və həmçinin Əhlüsünnə etiqadına görə sünnə, Peyğəmbər hədisləri Qur'an-ı Kərimin həmçinin açıqlamasıdır. Buna dəlillərdən başqa dəlil, Uca Allah Subhanahu wa Ta'ala buyurur ki, وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةِ. Həqiqətən də deməli, o sizə kitabı və hikməti öyrədir. Yəni, Peyğəmbər sizlərə, yəni, burada kitab Qur'an, hikmət isə, alimlər bu hikmət burada sünnə deməkdir. Yəni, Muhammed sizə hikməti, Qur'anı və həmçində sünnəni öyrədir. Yəni, kitabı, Qur'anı və hikməti həmçində sünnəni öyrədir. Və başqa bir ayələrdən, yəni, sünnənin hüccət olması barəsində, dəlil olması barəsində Allah Subhanahu wa Ta'ala buyurur ki, "Mən yuti'ir rasulə fəqad ata'allah." Kim əgər Allaha itaət edər, kim əgər peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar. Başqa dəlil. "Və ati'ullaha və ati'ur rasul." Allaha və onun elçisinə itaət edin. Bu başqa bir dəlil. "Və ati'ur rasulə ləalləkum turhamun." Allahın elçisinə itaət edin, sizə rəhm olunsun. Deməli, bu dəlillər hamısı onu göstərir ki, sünnə, Peyğəmbər sözü hədisləri hüccətdir, qəbul olunur, Qur'an-ı Kərimdən sonra ikinci dərəcəlidir. Deməli, əziz qardaşlar, və həmçində bu mənhəc üzərində addımlayan digər tayfalardan isə, dedi ki, birinci tayfalar xavariclər idi və sonra isə Qur'anilər və sonra isə başqa tayfalardan isə Mu'təzilələr. Mu'təzilələr deməli, onların etiqadı isə ondan ibarətdir ki, bəzi səhih hədisləri qəbul etmirlər. Deməli, hansı hədisləri tək yolla, əqidə məsələlərində tək yolla gələn hədisləri qəbul etmirlər. Bir sahabədən əgər bir hədis gələrsə, əqidə məsələsində Mu'təzilələr bunu qəbul etmirlər. Aydındır? Lakin Əhlüsünnənin etiqadına, Əhlüsünnə həm mütəvatir, həm çox yolla gəlmiş hədislər, həmçində bir yolla gəlmiş hədislərini qəbul edirlər. İstər əqidə məsələlər olsun, istərsə də əməli məsələlər olsun. Aydındır? Sonra isə deməli, niyə görə onlar bunu əhəd hədisləri, tək nəfərdən gələn hədisləri qəbul etmirlər? Öz qaydalarına görə, öz ağılla qurduqları qaydalara görə. Çünki onlar deyirlər ki, yəni hədis onlara gəldikdə, hədisi qaytarırlar ağla, qoyduqları qaydalara, əgər o hədis qoyduqları qaydaya, aqlani qaydaya müxalif olarsa, məntiqi qaydaya müxalif olarsa, onu qəbul etmirlər. Aydındır? Və beləliklə hədisi ya təvil yolu ilə, ya da təksib etməklə, ya da ravinin ittamı ilə hədisi beləliklə qəbul etmirlər. Və bu da neyinlər? Belə insanlar sünnəni nədir? Beləliklə inkar edirlər. Sünnə hədislərin bəzilərini inkar edirlər. Dedi ki, əhəd hədisləri Mu'təzilə və onlara bənzər tayfalar qəbul etmirlər. Deməli, şək yoxdur ki, bu məzhəb, bu yol batil və həqiqətən də zəlalət yoludur. Çünki onlar hədisi, yəni səhih sünnəni qəbul etməyiblər və hədislərin əksər hissəsini qəbul etməyiblər, xüsusən də əhəd hədisləri. Və əgər insan
sünnəni qəbul etməzsə və həmçinin sünnədən gələn bəzi şeyləri qəbul etməzsə, necə ki, onlar bəzilərini qəbul etmirlər, əhəd hədisləri qəbul etmirlər, belə insanlar görürsən ki, şəriəti yerlə yeksan edən insanlardır. Çünki bizim üzərimizə düşən odur ki, istər əhəd olsun, istər mütəvatir yolla gələn hədislər olsun, hamısını qəbul etmək nədir? Vacibdir, labüddür. Çünki dedik ki, əhlüsünnə mütəvatir əhəd olsun, bütün hədisləri qəbul edirlər. İstər əqidə məsələləri olsun, istər qeyri-əqidə məsələləri olsun. Buna da dəlillərdən Uca Allah Subhanahu wa Taala Peyğəmbəri barəsində buyurur: "Və mə ətəkumur rasulü fəxuzuhu və mə nəhəkum anhu fəntehu." Peyğəmbər sizə nəyi bildirirsə onu götürün və sizlərə nəyi qadağan edirsə ondan çəkinin. Başqa ayələr də dedik, kim əgər Allah Rəsuluna itaət edərsə Allaha itaət etmiş olar və başqa bir ayət-i kərimədə Uca Allah Subhanahu wa Taala buyurur: "Və in tuti'uhu tehtadu." Əgər peyğəmbərə itaət edərsinizsə, o zaman doğru yola yönəlmiş olarsınız. Və sonra isə başqa tayfalar var. Sünnəni qəbul etməyən tayfalardan Mötəzilərin davamçılarıdır bunlar, əqlənilər, ağla isnad edən tayfalardır. Bunların da mənhəci ondan ibarətdir ki, onlara bir hədis gələndə bu hədisi ağıllarına qaytararlar, öz fikirlərinə qaytararlar və beləliklə hədisi qəbul etməzlər. Və deyərlər ki, onlara bir hədis gələndə ağıllarını ortaya qoyurlar və başlayırlar hədisin rabisi barəsində şəkkə, şübhəyə düşməyə, hədisin rabisini ittiham edirlər, hətta Buxarı, Müslim olsa da belə və deyirlər ki, biz ağlımızı kənara qoya bilmərik. Və beləliklə bu insanlar əqlənilər, ağla istinad edən insanlar, səhih hədisləri inkar edən insanlardır. Və hədisləri inkar edən insanlardır. Və bunlar da onların kitablarında açıq-aşkar var və bunu da etiqad edirlər və bunu iqrar edirlər. Və dedik ki, əqlənilər o insanlardır ki, ağlı səhih sünnədən önə çəkən insanlardır. Amma biz deyirik ki, insan ağlını hədislərə tabi etməlidir. Və beləliklə onlar ağlı önə çəkdiklərinə görə, önə atdıqlarına görə hədisləri inkar etməyə başladılar. Lakin bu insanlar bilmir ki, onların ağılları nədir? Qasiradır. Yəni, heç bir şey ehtiva eləyə bilmir. Aydındır. Bəşərdir. İnsanın ağlı bəzi şeyləri götürə bilir, bəzi şeyləri qəbul edə bilmir. Lakin onlar bunu bilmirlər. Lakin əgər bilsəydilər ki, Peyğəmbər s.ə.v-in bizə çatdırdıqları, yəni onlarda heç bir yanlışlıq yoxdur və Peyğəmbər s.ə.v-in təbliğ etdiyi şəriət məsumdur, o zaman onlar bu yola əl atmazdılar. Və təbii ki, bu da zəlalətdir, azğınlıqdır, Allah bizi bundan qorusun və bu azğınlıq da insanı həlakə aparır. Və bu tayfa da günümüzdə mövcuddur və onların da bugün müəllifləri var, yəni kitabları var. Ona görə insan çalışmalı ki, bu mənhəzdən, əqləni mənhəzdən, ağla tabi olanlardan uzaq olsun.